Mən bir şey də yaddan çıxarmayaq. Paşinyanın nüfuzu hakimiyyətə gəldiyi son 6 il ərzində getdikcə düşüb aşağı. 2018-ci ildə 70%, 2021-ci ildə 54%, 2026-cı ildə 49,8%, yəni enmə prosesi diqqətdən yayınmır. Amma eyni zamanda Paşinyanın sülh müqaviləsi imzalamaq və Azərbaycanla Türkiyə ilə diplomatik münasibətləri yaratmaq və bunun nəticəsində daha çox iqtisadi dividendlər əldə etmək niyyəti də aşkardır, bunu biz görürük. Amma Paşinyan o Paşinyandır ki, bir zamanlar söyləyirdi ki, eyni vaxtda həm parlament seçkilərinə gedək, həm də referenduma. Yəni bir gündə erməni xalqı gəlsin həm referenduma, həm deməli seçkilərdə iştirak etsin, həm də deməli referendumda öz səsini versin. Amma bu ağır yükün altına Paşinyan getmədi. Mən elə gəlir ki, indiki Ermənistan konstitusiyasına görə ki, 6 ay keçməlidir ki, seçkilərdən sonra o referenduma gedə bilsin. Paşinyanın indi o sualın da gələ bir cavabını bilmək lazımdır ki, Paşinyanın indiki 64 səsi ilə o 6 aylıq müddəti azalda bilər, yoxsa yox? 6 aylıq müddəti azaltmaq. Yəni Paşinyan tələsi... O konstitusiyada yazılı baxı deyəsən, yoxsa yox? Seçki qanununda. Seçki qanununda. Yəni, onu dəyişə bilər. Paşinyan bu məsələ 64 səsinə həmin seçki qanununda dəyişiklik edib. Nəticə etibarilə ilin sonuna yox, yəni bu ilin sonuna yox, yəni 1-2 aydan sonra seçkiləri gedə bilər. Mən niyə bunu hesablayıram? Paşinyan çox gözəl bilir ki, bu sülh prosesində Vaşinqtonun çox ciddi dəstəyi var. Tarixi Vaşinqton razılaşmaları var. Trumpın böyük dəstəyi var. Hətta Zəngəzur dəhlizinə trip deyirlər. Və belə olan təqdirdə noyabr ayının 3-də Birləşmiş Ştatlarda konqresi aralıq seçkilərdir. Yəni deyirsiniz, Paşinyan aralıq seçkilərinə qədər istəyir. Qədər. Mən hesab edirəm ki, Paşinyan bu dəqiqə fikirləşir ki, bunu mən söyləmirəm. 1938-ci ildən üzü bəri 22 dəfə keçirilən konqresi aralıq seçkilərin 20-sini hakimiyyətdə olmayan partiya udub, müxalifət udub. Yəni bu günləri noyabr ayının 3-dəki seçkilərdə Demokratlar Partiyasının konqresdə ən az nümayəndələr palatasında üstünlük qazanacağı proqnozlaşdı və bu mümkün sayılır. Niyə Paşinyan istəsin ki, bu aralıq seçkilərinə qədər? Aralıq seçkilərinə qədər nə qədər ki, hələ Trump hər iki palatada, konqresdə üstünlük təşkil edir. Yəni Respublikasının əlindədir, nümayəndələr palatasında da, deməli senatda da və o daha güclüdür, onun əli daha güclüdür. Belə olan vəziyyətdə bu sülh prosesində qarant dövlət, xüsusi çəkiyə malik dövlət olaraq TRIP layihəsinin Demokratlar ermənilər az dəstəkləyir. Yox, bir şey. Daha çox dəstəkləyirlər. Elə məsələlər var ki, dəstəkləyir, amma biləndə ki, bu layihənin müəllifi Trumpdır, hətta onu impeachmentə qədər... Konqresdə əgər, bax, ötən dəfə də bu sual yarandı, mən yenə başa düşmədim. Lap tutaq ki, demokratlar güclü çıxdılar. Bu sülh müqaviləsinin nə maneçiliyi yarada bilər? Referenduma... Yəni, sülh müqaviləsinin imzalanmasının proqnoz verəndə onun Vaşinqtonda paraflanıbsa, Vaşinqtonda imzalanması ehtimal çox böyük. Hətta olsun, Konqres deyəcək, yox. Bəs mən də deyirəm ki, o təşəbbüslərin qarşısında Trumpın adı gəlir. Hətta demokratlar hakimiyyətə gələcəyi təqdirdə Trumpa qarşı impeachment məsələsi gələcəyi təqdirdə. Yəni, gəlmə ehtimalı böyükdür. Demokratlar, bəli, demokratlar düz deyirsiniz, ənənəvi olaraq Ermənistan müdafiə edir. Amma bax, bu konqresdə lap tutaq ki, demokratlar qələbə çaldılar. O, Paşinyan, Azərbaycan prezidenti tutaq getdi ABŞ-da, yekun sülh müqaviləsini imza. Ona necə mane olacaqlar? Yəni, sülh prosesinin özünü informasiya məkanında apardıqlar çox böyük təzyiqlərlə, bu prosesin mane olmaqla, Paşinyana qarşı təzyiqlərlə... Niyə? Ona görə ki, sülh olmasın. Bu ona görə ki, bu nəticə etibarilə Trumpın mövqelərini gücləndirir. 2 il sonra isə Birləşmiş Ştatlarda 28-ci ildə prezident seçkiləridir. Vance prezident olmaq istəyir. Buna görə bütün ciddi cəhlə onların hakimiyyətini... Bu o qədər xırda məsələdir ki, Elman müəllim. Amerika cəmiyyəti üçün. Amerika üçün. Necə? Cənubi Qafqaz, Türkiyə. Mən niyə görə bunu hesab edirəm? Birləşmiş Ştatlarda... Yəni buna görə dəyərmi Konqres vaxt itirsin demokratlar? Güclü lobbisi və diasporası Birləşmiş Ştatlardadır. Bu məntiqlə hesab edirəm ki, 2028-ci il seçkilərində nəzərə alıb, çalışacaqlar ki, Trump Respublikaçılar Partiyasının öndə olduğu, təşəbbüsü olduğu məsələlərə mane olsunlar. Necə mane olacaq? Mən sadəcə onu təsəvvür edə bilmirəm. Yalnız informasiya təzyiqi ilə.
Yəni deməli konqresdə onların deməli bu sülh prosesi ilə bağlı Amerikanın bu verdiyi tipi maliyyələşdirmə məsələsi ilə bağlı. Hələ maliyyələşdirməyə qədər. Yəni, bax, maliyyələşdirmə yenə deyir, bu ayrı bir məsələdir. Və açılır maliyyədə, maliyyə ayrılıb. Yəni demək istəyirəm ki, demokratlar orada açılır. üstünlüyü təşkil edəcəyi təqdirdə konqresin əsas funksiyalarından biri bu maliyyə məsələni təsdiqləməkdir. Bu məsələlərdə demokratlar mane ola bilər, o prosesdə təzyiq göstərə bilər. Yəni bu kimi bildim, amma sülh müqaviləsinə niyə yox desin, bunu başa düşdüm. Tutaq ki, istəmir ki, Trump, nə bilim. Trump Nobel sülh mükafatı alma iddiasında olan bir şəxsdir. İstənilən halda o da noyabrda bilinəcəkdə alır ya alır. Çalışırlar ki, onu sülhpərvər, nə bilim, Trump həmişə danışığında deyir ki, dünyada 8 dənə müharibənin qarşısını mən aldım. Elə birinci də Ermənistan-Azərbaycan münaqişəsini deyir. Yəni bu halda Demokratlar Partiyası hətta Trump'ı qalib gələcəkləri təqdirdə impeachment hədəliyirlərsə, hesab edirəm ki, onun bütün imzası ilə gedən bütün o sülh proseslərini mane ola bilər. Amerika tarixinə baxanda, Amerikada sevilən, sevilməyən prezidentlərin adı ilə aviadaşıyıcı gəmilər də var, müəyyən müqavilələr də var və orada hansısa bir, sabah gəlib demokratlar da hakimiyyətə gəlsələr, Trump yolu, trip yolundan imtina eləməyəcəklər. Bu Amerika maraqlarıdır, dövlətin maraqlarıdır. Yəni adını nə qoyulur? Hətta mən sizə deyim ki, Trumpdan sonra elə demokratlar da təklif eləyəcək, gəmilərdən biri yenə Trumpın adını olacaq. Yox, söhbət ona mane olmaqdan deyəndə, söhbət ondan gedir ki, müəyyən müddət üçün taktiki baxımdan Trumpın mövqeyini zəiflətsinlər.